Alona hekayəsinin bu hissəsində mən sizə göstərəcəm ki, Alonanın qaynatası İlham Əliyev nə qədər şəxsiyyətsiz, nə qədər qorxaq, nə qədər zəif, nə qədər əxlaqsız bir adamdır. Artıq serialın 4-cü bölümü yayımlanır, amma İlham Əliyev hələ də susur. Çıxıb bu olaylara cavab verə bilmir. Millət İlham Əliyevi şərhlərdə yıxıb sürüyür, amma İlham Əliyev el dili ilə desək, peysərə atıb yaşayır. Təkcə bu deyil. Axı ay İlham Əliyev, sənin gəlininə ağır ittihamla səsləndirmişik. Niyə cəsarət toplayıb, çıxıb gəlinini müdafiə edə bilmirsən, ha? Mən Alonanın kimliyini ortaya qoydum. Alonanın Bala Heydərə kim tərəfindən soxuşdurulduğunu da ortaya qoydum. Alonanın təzə villasını ortaya qoydum. Alonanın kimlərin qucağında olduğunu ortaya qoydum. Amma sən, İlham, atmısan qəlbinə. Mən onlara dedim ki, gedin, oturun yerinizdə. Əvəzində Alonanı hər gün bahalı paltarlarda uşaq evlərinə göndərib şəkillər paylaşırsan. Güya cəmaət çörəyi qulağına yeyir. Güya cəmaət görmür ki, bunların hamısı ucuz şoudur, ha? Hörmətli izləyicilər, serialımızın bu hissəsi mənim üçün çox önəmlidir. Çünki bilmədiyiniz bəzi məsələlər var. Çünki namus qeyrətdən məhrum olan şəxs İlham Əliyev mənim vəfat etmiş anamın ruhunu incidib. Mənim anamın adına dil uzadan şəxsi mən faktlar qarşısında diz çöktürürəm. Ya Allah, bismillahi, Allahu ekber, ya Allah. Şimdi yavaş yavaş aşağı. Düppədüz aparlar, ayağınla başı hamısı düppədüz olur. Dəfələrlə mənə deyirdilər, Mehma, bax, sənə lazım idi mı, bunu çəkirdin, sənə lazım idi şans nazirin, nəyi var. Və dünən də mən həbsxanaya qaydanda mənə yerində bildirdi, bax, sənə lazım idi, anavı itirdin. Mən düşünürəm ki, mən təəssüflənmirəm elədiklərimə. Mən anamı itirdim, bundan sonra mən 2 qat daha da çox fəaliyyətimi artıracağam. Yəni, fəxr edirəm anamla ki, Azərbaycana belə bir övladlar böyüyüb. Ay millət, İlham Əliyev cinayət törədib və bizdən gizlədib. Bu kadrlara baxın, bu 2024-cü ildə keçirilən Azərbaycan parlament seçkiləridir. Və görürsünüzmü, Alona Əliyeva həmin seçkilərdə səs verir. Əgər Alona Əliyeva Azərbaycanda səs verirsə, deməli bu adam Azərbaycan vətəndaşıdır. Azərbaycan dilini bilməyən, Azərbaycan dilində yaza bilməyən, Azərbaycan dilində heç nə qanmayan adam necə vətəndaşlıq alıb, ha? Bəzən bu şeyləri demirəm vətəndaşlara ki, vətəndaşları irgəndirməyim. Əgər Alona Bala Heydərlə nigaha girib vətəndaşlıq alıbsa, qanun deyir ki, o ən azı 5 il Azərbaycanda daimi yaşamalıydı. Onlar 2022-ci ildə nigaha giriblər. Necə ola bilər ki, Alona 2024-cü ildə seçkilərdə Azərbaycan vətəndaşı kimi səs verir, ha? Üstəlik, eyni ildə Ukrayna privat bank hesabında Ukrayna vətəndaşı kimi pul köçürmələri edir. Buyurun, baxın, əlimdə Alona Əliyevanın Ukrayna privat bankından olan çıxarışı var. Klienti privat bank Ukrayna. Görürsünüzmü? 2021-ci ildə Alona Qonçar Aleksandrovna telefon nömrəsi, ad, soyad, doğum tarixi, hesab nömrəsi, müştəri informasiyası, ünvandan tutmuş Ukrayna pasport nömrəsinə qədər 2021, 2022, 2023 bu adam Ukrayna vətəndaşı ola necə gəlib bizdə səs verir? Deməli İlham Əliyev burada da bizə kələk gəlib. Oğraş İlham Əliyev hər addım başı bu Alona ilə bağlı bizə yalanlar danışıb və saxta informasiyalar verib. İlham Əliyev o qədər çıxılmaz vəziyyətə düşüb ki, necə cavab verəcəyini düşünüb tapa bilmir. Hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Necə düşünürsən, Alona Əliyeva necə həm Ukrayna vətəndaşıdır, həm Azərbaycan vətəndaşıdır? Yəni İlham Əliyev necə edib ki, o tez bir zamanda Azərbaycan vətəndaşlığı alıb? Mən düşünürəm ki, İlham Əliyev həmişə kimi qanunu pozubdur. Deməli, İlham Əliyev
öz ailəsi üçün nə desən eləyə bilər. O qanuna, konstitusiyaya heç vaxt baxmayıb, həmişə də konstitusiyanı pozan bir adamdır, öz biznesi üçün, ailəsi üçün. Xalq həqiqəti bilməlidir ki, İlham Əliyev birbaşa ailəsinə görə konstitusiyanı birbaşa nəzərə almadan bir qohumla vətəndaşlıq veribdir. Mən belə düşünürəm. Başqa bir şey burada ola bilməz. Əvvəllər İlham Əliyev heç olmasa Əli Nağıyevin dili ilə, saxta telekanalizasiyaların dili ilə mənə cavab verərdi ki, Mehmanın anası ermənidir, ona görə həqiqətləri deyir. Bu ölkədə kim İlham Əliyevə qarşı çıxırsa, kim həqiqətləri deyirsə, ona ya erməni damğası vururlar, ya da Avropanın, Amerikanın agenti. Mehman Hüseynov və anası, ailəsi həqiqətən də erməni olsaydı, Azərbaycanda bizi nə gözləyirdi? En azından belki Muci Leyla ile birinci sen evlenmiştin. Ancak Mehman senin şansın yoktu. Senin anan faktiki Allah'a kurban olun. Birinci millet insan var. Millet demek olmaz ki kimse pis millettir ya yaxşı millətdir. Ən gülməlisi isə bilirsiniz nədir? Mənə və anama erməni damğası vuranda yenə saxtakarlığa əl atıblar. Bilirsiniz, İlham Əliyev və Əli Nağıyev necə altını vurublar? Yaxın oturun, sizə danışım. İlham Əliyevdən fərqli olaraq mən ailə üzvlərimi açıqcasına müdafiə edə bilirəm. Çünki əlimdə faktlar var ki, İlham Əliyev mənə şər atır. Emin və Mehman Hüseynov qardaşlarının analarının erməni olması ilə bağlı məlumat yayıldıqdan sonra internet saytları bu mövzuda araşdırmaları davam etdirirlər. Belə araşdırmalardan birini 2020-ci ildə Real TV-də mənim dünyasını dəyişmiş anamla bağlı bir video reportaj gedib. Güya Mehman Hüseynovun anası erməni imiş və güya bunu təsdiq edən adam tapıblar. Güya bu adam mənim anamı tanıyırmış və çıxıb Real TV-də danışıb. Gəlin baxaq ki, bu adam mənim anam haqqında nə danışır? sakin əməkdaşları Bakının Qaraçuxur qəsəbəsində olublar. Onlar qonşulardan, Hüseynovların ailəsini tanıyanlardan açıqlama da alıblar. Həmin şəxslər Hüseynov qardaşlarının sir kimi saxladıkları məqamı, yəni mərhum Firəngiz Bədirzadənin milliyyətcə erməni olduğunu bildiklərini deyiblər. Mehman Hüseynov Rafiqoğlu bizim məktəbdə 1-ci sinifə gəldi və 11-ci sinifə kimi bu məktəbi qurtardı. Ailəsinlə də çox mehriban, yaxın əlaqəmiz olmasa da, onun anası Firəngiz xanım ermənidir, əslən ermənidir. Sonra adı dəyişdirilib, Azərbaycan adı qoyulub ona, Firəngiz xanım olub. Bu reportajdan sonra mən bildirmişdim ki, İlham Əliyev, mənim anam erməni olsaydı, bugün mən sənin qızlarından biri ilə evlənmiş olardım və sən məni yüksək vəzifələrdə gəzdirərdin. Necə ola bilər ki, Mehmanın anası erməni ola-ola, onun digər oğlu İbrahim Hüseynov 25 ildən çoxdur ki, Azərbaycan ordusunda xidmət edir. Özü də cəbhə həddində. Bu mənim ortancıl qardaşımdır, İbrahim Hüseynov. Bəli, bu adam 25 il Azərbaycan ordusuna xidmət edib və necə bir zabit olduğunu onu tanıyan hər kəs bilir. Bu o qardaşımdır ki, alçaq Əli Nağıyev yolda başına torba keçirib, uğurlayıb idarəyə aparıb və ona mənim seks videolarımı göstərib. Təsəvvür edirsiniz? ...2020-ci ildə müharibə başlayanda bizim evimizə çağırış gəlmişdi ki, İbrahimi vətən çağırır. Vətənin sənə ehtiyacı var. Deməli, bu oğraş İlham Əliyev həm bizi erməni çıxardır, həm də bizi müharibəyə çağırır. Mən həmin vaxt Suraxanı voyinkomatı ilə görüşdüm və dedim ki, bu cındırbalıları Real TV-də bizim ailəmizi erməni çıxardıb. İndi isə deyirsiniz ki, gəl gedək döyüşməyə. Nə vaxt ki, İlham Əliyev mənim ailəmdən üzr istəyər, onda da ordunun zabitini çağırar orduya. Bu söhbətdən dərhal sonra mən DTX-nın rəisi Əli Nağıyevlə üz-üzə görüşmüşəm və xidmət rəisi mənə bildirib ki, bəs narahat olma, videonu efirlərdən çıxarmışıq. Çünki sizin ailənizə təsadüfi adam şər atıb. İlham Əliyevin bundan xəbəri yoxdur və s. Əlbəttə ki, Əli Nağıyevin mənə danışdığı şeylər nağıl idi. Məhz İlham Əliyevin tapşırığı və Əli Nağıyevin vasitəsilə mənim anama şər atdılar ki, güya o ermənidir. Həqiqətən də 2020-ci ildən sonra mənim anamla bağlı video
hər yerdən pozulmuşdu. Sanki belə bir video olmayıb. İçimdə bir narahatçılıq var idi ki, bunu boşuna pozmayıblar. Bunu boşuna efirlərdən silməyiblər. Nəsə var idi o videoda. Onun anası Firəngiz xanım ermənidir, əslən ermənidir. Sonra adı dəyişdirilib Azərbaycan adı qoyulub ona. Firəngiz xanım olub. Məsələ budur ki, mənim əlimdə o efirlərdən pozulan video var və mən bilirdim ki, bir gün bu video mənə lazım olacaq. Təzəlikcə mənə bir mənbədən yazdılar ki, salam, mən bilirəm o vaxt sənin anana bu şər kampaniyasını kim təşkil edib? Əli Nağıyev sənin anana şər atmaq üçün DTX agentini, işverənini istifadə edib. O, Suraxanlı rayon DTX şöbəsinin işverənidir və sənin illər əvvəl oxuduğun 141 nömrəli məktəbdə işləyir. Bu adam əlavə olaraq həm də İlham Əliyevlə şəxsən tanışdır. Düşündüm axı, bu necə ola bilər? Əli Nağıyev mənə demişdi ki, anana şər atan qadın təsadüfi adamdır və bizlə İlham Əliyevlə əlaqəsi olmayan biridir. Qaydaq anamla bağlı Real TV-də yayımlanan videoya. Söhbət bu qadından gedir. Mehman Hüseynov Rafiq oğlu bizim məktəbdə 1-ci sinifə gəldi və onun anası Firəngiz xanım ermənidir, əslən ermənidir. Sonra adı dəyişdirilib Azərbaycan adı qoyulub ona. Bəli, bu adam mənim oxuduğum məktəbdə işləyib. Amma ailəmizlə heç vaxt əlaqəsi olmayıb. Anamla yaxın olmayıb. Bu adam durduq yerə niyə bizə şər atmağı qərara alıb? Niyə məhz o? Maraqlı suallardır. Elə deyilmi? Mən də sizə güvənirəm. Mən də sizə arxalanıram. Səmamız aydındır, əmin-amanlıqdır. Bax, gecə rahat yatıb, rahat dururuq. Allah sizi var eləsin. Bilirsiniz ki, İlham Əliyev hər dəfə hansısa rayona, park açılışına gedəndə onun qabağına sadə vətəndaşları yox, DTX və polisin işverənlərini, agentlərini çıxarırlar. İlham Əliyevin qarşısına heç vaxt təsadüfi adam çıxa bilməz. Yalnız DTX-nın etibar etdiyi öyrədilmiş şəxslər çıxır. Elə bu xanım anama erməni damğası vurduğu ildə İlham Əliyev Qaraçuxura parkın açılışına gəlir. Və nə görsək yaxşıdır. Çox şadam ki, bugün sizinlə birlikdəyəm və ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. İnanırsınız, mən özüm nənəyəm, 9 nəvəm var. Allah sizin də nəvələrinizin canını salmaq etsin. Gəlib məktəbdən həmişə onları aparanda yapışırlar, nənə, gedək burada parkda gəzək də. Bu balaca bir, mən hesab edirəm, Dubaydır, siz bizə bağışladınız. Balaca kiçik bir Dubaydır, doğrudan cənnətdir. Buran haqqı cənnətdir. İndi səhər saat 5-ə kimi gəlsin, 10 milyonuncu Mehriban xanım oldu. Mehman Hüseynov Rafiq oğlu bizim məktəbdə 1-ci sinifə gəldi. Ailəsinlə də çox mehriban, yaxın əlaqəmiz olmasa da, onun anası Firəngiz xanım ermənidir, əslən ermənidir. Sonra adı dəyişdirilib Azərbaycan adı qoyulub ona. Bu balaca bir, mən hesab edirəm, Dubaydır, siz bizə bağışladınız. Balaca kiçik bir Dubaydır, doğrudan cənnətdir. Buran haqqı cənnətdir. Mən axı sizə demişdim, İlham Əliyevin nə qədər şəxsiyyətsiz, nə qədər oğraş, nə qədər alçaq adam olduğunu sübut edəcəm. Görürsünüzmü? Əli Nağıyev mənim anama şər atan DTX işverənini İlham Əliyevin qarşısına çıxardır. Bu qadın İlham Əliyevlə söhbət edir, ona yaltaqlanır. Əli Nağıyev və İlham Əliyev illərdir yatağıma kamera qoyub, tumanımı güdürdülər ki, vaxtı çatanda məni şantaj etsinlər. Amma xəbəri yox idi ki, onların gəlinini, Alona Əliyevanı da bir gün çəkən tapılar. İlham Əliyev elə göstərdi ki, güya onun ailəsi bütün ölkəyə nümunəvidir. Amma mən sübut elədim ki, İlham Əliyev öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. O mənim ölmüş anama şər ataraq onu erməni çıxarmaq istəyib. Amma məlum olub ki, bu əməliyyatı, bu kampaniyanı da hökumətin özü şəxsən Əli Nağıyev təşkil edib və bunun üçün DTX-nın agentlərini istifadə edib. Görürsünüzmü? İlham Əliyev mənim ailəmə şər atıb. Amma mən ona şər atmadan oğraş olduğunu bütün ölkəyə göstərdim. İlham Əliyevin cinayətləri bir deyil, iki deyil. O özü nə qədər əxlaqsızdırsa, gəlini Alona Qonçar da bir o qədər əxlaqsızdır. Diqqətlə baxın, mən anamı açıq-açıq müdafiə edə bilirəm. Çünki bizim alnımız açıqdır.
Ay İlham Əliyev, sən amma ifşa etdiyin gəlinini müdafiə edə bilmədin. İlham Əliyev, erməni olmaq ayıb deyil, amma Ukrayna vətəndaşının Azərbaycanda səs verməsi, bu millətin pulunu uğurlayıb öz əyin başına xərcləməsi, Azərbaycanca danışa bilməyən Ukrayna vətəndaşının gəlib Azərbaycan alimlərinə Azərbaycan dili ilə bağlı leksiya oxuması birbaşa çox üzr istəyirəm. Qəhlikdir. Alyona Qonçar Əliyeva demək olar ki, mənimlə yaşıddır. Mən ömür boyu həqiqətlərin axtarışındaydım. O isə yoğun, üzr istəyirəm, harınlanmış ər axtarışında.